Hər gün səhər-səhər mən avto dayanacaqda bir stres yaşayıram. Səbəb də bilirsiniz nədir? Hər dəfə içəri girəndə o qapıda dayanan əməkdaşdan xahiş edirəm ki, bax bu qapını, bax görürsüz bu qapını. Bu qapını örtəndə asta çırp, asta vur. Amma əvəzinə nə görəm? Və hər gün eyni şeydir ya. Deyirəm də ona dilimlə ha. Götürür baba belə belə. Dank vurur, çırpır gedir. Bax mənə çox maraqlıdır. Birincisi sizin bu avtomobilin yoxlaması var ha. Tam belə mənasız bir yoxlamadır. Çünki belə avtomobil açıb bir dənə belə baxmaqla belə yoxlamırlar. Yəni əgər kiməsə lazımdırsa, neysə içəri daxil keçirmək, o keçirdəcək. Yəni tam bir şəkildə sizin bu yoxlamanız mənasızdır. İkincisi də ki, əgər sizdən yəni xahiş olunur da adam kimi sizə deyilirsə, bu qapını asta çırpın. Siz niyə bunu başa düşmürsünüz, qavrımırsınız, qanmırsınız ya qanmaq istəmirsiniz, hə? Sonra deyirlər ki, insanlarda stres çoxalır, insanlar infarktdan ölür. Ha biz evdən hələ çıxan kimi, hələ birinci instansiyada və gəldin, mindin maşına, sonra gəlsin ki, parklanmaya maşın bu qoyasan. Artıq stres oradan başlayır. Başa düşürsünüz? Bu da nəticədə götürür, çıxartır insulta, infarkta. Qəlbdən qəlbə bu qədər. Sabahınız xeyir olsun.